Değerli qonaqlarımız, bir daha xoş gördük hər birinizi. Bugünkü bu xoş gündə, gözəl gecədə doğma şəmkirimizin gözəl məkanlarından olan Yamin Sarayda. Hər birinizə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, bugünkü bu xoş gündə, gecədə Rahil bəy və Lamiyə xanımın həyatlarının ən gözəl, ən unudulmaz gününə xanımlı bəyli, böylü, kiçikli xoş təşrif buyurmuşsunuz. Bugün 21 oktyabr 2025-ci il payız fəslinin ilk günlərində bugünkü bu xoş gündə inşallah sizli bizli hər şey əla, gözəl və ən əsası yaddaşlardan silinməyəcək bir xoş günün, gecənin şahidi olarıq. Bəy gəlinimiz saraya daxil olanda maşallah hər birimizdən o sevgi dolu, ürək dolusu, gürültülü alqışları eşitdik. Bu günümüzün şərəfinə və təbii ki, günümüzün səbəbkarları bəy gəlinimiz başda olmaqla. Yenidən bir xahişim var sizdən, ənənəvi olaraq əllərimizi masadan götürürük. Sizlərin gürültülü alqışlarınızla bugünkü bu xoş günümüzü başlayaq inşallah. Var olun, çalan əlləriniz var olsun. Biz də çalışarıq bugünkü bu xoş gündə hər şey əla, gözəl və ən əsası unudulmayacaq bir xoş günün, gecənin şahidi olarıq. Və təbii ki, xoş günün əla, gözəl keçməsi siz qonaqlarımızdan və biz musiqiçilərdən asılıdır. İkili vəhdət ilə birgə hər şey daha da gözəl, daha da özəl və əla, gözəl olar inşallah. Mən gecəmizin dəyərli musiqiçilərini və bizim dəyərli müğənnimizi sizlər üçün təqdim edim. Ardınca ya Allah deyib bugünkü bu xoş günümüzə start verək, başlayaq. Gecəmizin peşəkar heyəti, regionumuzun və doğma şəmkirimizin nömrə 1 ansambulu, Dostluq instrumental ansambulu bugünkü gecədə sizlərlədir. Dostluq qrup, xoş gördük hər birinizi və Dostluq instrumental ansambulunun bədii rəhbəri, şəmkirimizin istedadlı, dəyərli, əziz müğənnisi Həbib Rızayev də bizlərlədir. Dostluq qrup və Həbib, xoş gördük qardaş, hər zaman xoş günlərdə görüşək və gecənin aparıcısı mən Seymur Kiram, İnşallah bu sadaladığımız ansambulla bugünkü bu xoş günü əla, gözəl, füsunkar, yaddaşlardan silinməyəcək bir gecənin şahidi olarıq. Və bugün Yamin Saraydayıqsa hər bir detalımız, hər bir nüansımız maksimum qədər əla, gözəl və keyfiyyətli olmalıdır. Bugünkü bu xoş günümüzdə bu xoş günümüzü tarixi yaddaşlara salan, aylar, illər sonra bu kadrlara baxanda bizdə gözəl, xoş, nostalji kadrlar hər şeyə gətirən peşəkar heyət. Yamin Video Group bütün peşəkar heyətə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Beləliklə, dəyərli qonaqlar, xanımlar, bəylər, biz də Dostluq qrup olaraq öz musiqi ənənəmizə sadiq qalaraq bugünkü bu xoş günü gecəni gözəl bir açılış kompozisiyası ilə açıq elan edirik. Dostluq qrup, buyurun.